Sonaxanım Mikhailova haqqında məlumat. Aktrisa, 1957-ci ildə Bakıda anadan olub. Onun anası Şamama Ələsgərova qızının istedadını görür və ona deyir ki, əgər marağın varsa, mən tam dəstək olacam. 79-cu ildə Moskvadakı Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematografiya Universitetini bitirən Sonaxanım kino karyerasına başlayır. Onun ilk filmi 80-ci ildə çəkilən Onun Bəlalı Sevgisi filmi olmuşdur. Bu filmdə Xalidə obrazı ilə tanınır. Daha sonralar Fəxrəddin Manafov ilə çəkildiyi Köhnə Bərə filmi onu çox məşhur edir. Bu filmdə Fəxrəddin ilə bir neçə intim səhnələri olur. Amma aktrisa bu səhnələrin çıxarılmasını tələb edib və həmin səhnələr filmdən çıxarılıb. Sonralar Mozalan filmlərində də çəkilib. Aktrisa 2011-ci ildə əməkdar artist, 2023-cü ildə xalq artisti və prezident mükafatına layiq görülmüşdür. Sonaxanım Mikhailova ailə qurub və həyat yoldaşı qısqanc olduğu üçün ondan ayrılıb. Bu evlilikdən 2 övladı olub və onlarla birlikdə yaşayır.